Mən də bir daha hamı salamlayıram, hamınıza ayrı-ayrı təşəkkürümü bildirirəm. Sizlər əziyyətinizi halal edin. Bütün bunlar bir məşqçinin həyatında jurnalistin böyük əməyi var. Oyun barəsində çox danışmağa dəyməz. Əslində oyunun nəticəsi mənim üçün başlamamışdan bəlli idi. Amma Tozu təbrik edirəm. İnşallah olan əziyyətlər yerdə qalmaz. Buyurun. Buyurun. Keçmiş olsun, Azərbaycan artıq hamıya məlumdur ki, siz Kəpəzin sükan arxasından getdiniz və dünənki iclasda nələr müzakirə oldu? Sizin baş məqsəd olmadı. Dünən futbolçularla görüş oldu. Zaten bu görüşün də negativ tərəfləri də mənə elə gəlir ki, bugün meydancada oldu. O tərəfi də vardı, amma bəzi məsələlərdə razılaşa bilmədik, ortaq məxrəcə gələnmədik və razılıq, iki tərəfli razılıq əsasında düşündük ki, çünki mənim də istəklərim, iddialarım, baxışlarım fərqlidir, yeni rəhbərlik tam başqa cür düşünür, ona görə də belə də, yəni futbolda bu şeylər olur, olacaq, biz də daha güclü olmalıyıq, mənə elə gəlir. İkinci sualın davamıdır. Komandada kimin qalıb qalmayacağını baş məqsəd qərar verir, yoxsa rəhbəri? Futbol günüylə xahiş edirəm bu sualı. Yox, bilirsiniz, artıq mən bir şey sizlərlə xahiş edəcəm hamımızdan da. Hamımıza bilirsiniz ki, hörmətim böyüdür. Bugün mən artıq sonuncu dəfə Kəpəz barəsində və Kəpəzin içindən danışacağım. Çünki mən Kəpəzdə yaxşı dostlar tapdım. Mənə elə gəlir ki, sezonda çoxlarının Kəpəz üstündən xətt çəkdiyi bir anda biz Kəpəzi Premyer Liqada saxladıq. Yəni, ona görə də Kəpəz barəsində çox şey danışmaq istəyirəm, amma sabah kimlər qərar verəcək, baş məşqçi və yaxud da idman direktoru, direktor kimsə artıq bilmirəm necə olacaq.